Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Narkotik ittiham ilə mühakimə olunan, özünü şair, tiktoker kimi təqdim edən İlhamə Elşad qızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məlumata görə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti xanım müttəhimi verilmiş ittihama münasibətdə təqsirli biliblər. Hökmə əsasən İlhamə Elşad qızı 3 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, İlhamə Elşad qızı polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona cinayət məcəlləsinin 234.1-1 satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma maddəsi ilə ittiham verilib.